Salam değerli izleyiciler, bugün biz gelmişik özel bir evimizi təqdimat eləməyə. Demək, bizim evimiz 2 mərtəbəli gördüyünüz kimi 2 sot yarımın üzərində xüsusi mülkiyyət çıxarışdı, fərdi yaşayış evi üçün təyinatlı torpağın üzərində 5 otaq 2 mərtəbəli həyət evimizi sizlərə təqdim edirik. Gəlin değerli izleyiciler, indi evimizi təqdim edək. Gözəl evimizin girişdə belə bir kolda açıq deyək ki, zaldır, yəni foyer kimi, böyük gördüyünüz kimi rahat istirahət yeri, qonaq otağı, yəni çölə pəncərəsi, hər bir şərait mövcuddur. Buyurub baxa bilərsiniz. Buradan indi daxil olaq. Sol tərəfdə yenə mətbəximiz. Gəlin mətbəxə də baxaq. Böyük mətbəxdir. Yerdən pəncərəsi açıq mənzərəli. Gəlin. Bütün mətbəx möbeli hər biri yerində təchiz olunur. Gördüyünüz kimi. Gəlin baxın. Birbaşa məhliyə. Değerli izleyiciler, kəndimizin ətrafı bu hamı yer istipoldan ibarətdir. Kapel metlaq olan hissəni gördüyünüz hər tərəf. Burada birinci mərtəbədə solda bir dənə də yataq otağımız var. Böyük normal bir yataq otağıdır. Gəlin baxın. Sadəcə evdə yaşayışlı evdir. Evdə körpə uşaq falan olduğuna görə biraz balacamızın əşyaları hamısı ortalıqdadır. Yəqin ki, onu üzrü sayırsınız. Gəlin indi qalxaq. Bu bir tərəfdə birinci mərtəbənin hamam sanuzeli və böyük geniş burada. Gəlin bir dənə zəhmət olmasa bura baxaq. Gördüyünüz kimi hamam sanuzelin qabağında böyük bir otaqdır. Bura çamaşırxana deyilən bir şey. Kombimiz, piteminutka, rakvinazat, hər bir şey yermə yerində. İndi sizə təqdim elədiyim hamam sanuzel ikisi birlikdə olsa da çox böyükdür, çox geniş. Yəni bu boyda ilə paşti balaca bir otaq kimidir. Gəlin indi gedək sizə təqdim eləyək, ikinci mərtəbəni də göstərək. Eyni bu gördüyünüz burada çəkilən bu hamam sanuzel çamaşırxana yuxarı mərtəbədə də var. Gəlin indi zəhmət olmasa bu pilləkənlərə sizə təqdim edeyim. Birbaşa Rusiyadan gəlmiş əl işi ilə meşə ağacından yaranmış ağaçdan, taxtadan istifadə edilmiş pilləkəndir. Demək olar ki, el arasında görüş ağacı deyilən bir şeydir. İndi qalxaq, ikinci mərtəbəyə qalxırıq. Pilləkənlərimiz hamısı gözəl görünür. Adam baxdıqca həzz alır. Bu giriş bu hissədə kapel metlaq və buradan birinci buradan baxaq, böyük bir dənə demək olar ki, yataq otağı. Gəlin buranı da təqdim edeyim sizə. Baxın, geniş bir yataq otağıdır. Birbaşa pəncərəsi demək olar ki, öz həyətinə baxır. Gəlin indi buradan keçək. Buna yataq otağı yox, bir dənə böyük qonaq otağı demək olar. Birbaşa bunun da öz həyətinə baxan böyük pəncərəsi, mənzərəsi gördüyümüz kimi hər biri yeri yerində. Otaqlarımızda özünün kombi sistemi, atapleniyası planı var ayrı-ayrılıqda. Gəlin indi sizə bu bir otağımızı da təqdim edeyim. Bu otaqda ondan fərqli olaraq biraz. Amma yenə bu da bir qonaq otağı boydadır. Gəlin baxın, bu boyda yataq otağı heç bir evlərdə yoxdur. Baxın, birbaşa bunun da öz həyətinə böyük pəncərəsi, gördüyünüz kimi radiatorlar yerində. Mənzilimizin hündürlüyü aşağı mərtəbə, yuxarı mərtəbə 320 hündürlüyündədir. Çox böyük, qəşəng havalı mərtəbəsi var. Buradan da gəlin sizə təqdim edeyim. Bizim
poligonun burada keçək. Gəlin baxın. Şimdi size burada da hamam sanıcıl və aşağıda görünən eyni proyekt buradadır. Təqdim edeyim sizə. Materialların, əl əşyalarını bura yığmağa. Aşağıda da eyni belə bir yer, çamaşırxanadır. Gəlin buranı da təqdim edeyim. Burada, əziz izləyicilər, buradakı hamam tualet bütün demək olar ki, xəttləri hamısı çəkilib, yer və yer yerindədir, suyu. Baxın, yəni hər bir şey, suyu falan hamısı yerində gəlir. Şkulkasıdır, unitazıdır, hamısı işləyir, kanalizasiyası yerində. Sadəcə kafel metlaq qalır burada. Ustaların çaxırıb təhvil verə bilər. Gəlin indi çıxaq, gördüyünüz kimi belə. İndi düşək aşağı. Əmlakçımızın, mənzilimizin plakəni o qədər zövqünə gözəl yığılıb ki, adam baxdıqca xoşuna gəlir, ləzzət eləyir. Yəni, inan gəlib görsəz, həqiqətən görəsiniz ki, plakəni nə gözəldir. Plakən gözəldir, mənzilimiz ondan da gözəldir. Dəyərli izləyicilər, yollarımız hamısı 3 yarımlıq taxta ilə vurulur. Əmlakçımız yəni, çox gözəl, çox əlverişli və çox dəyərindən ucuz qiymətlə bazara təklif olunur. Qiymətlə bağlı, əmlakçımıza baxmaqla bağlı əlaqə saxlayın, nömrələrimizlə qeyd eləmişik.